Gəncədə avtomobil 4 piyadanı vurub. Xəsarət alanlardan biri ölüb, 3 nəfər isə yaralanıb. Bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi Gəncənin Sadıllı qəsəbəsində baş verib. Hərəkətdə olan minik maşını sürücünün idarə etməni itirməsi nəticəsində yoldan çıxaraq səki ilə hərəkət edən 4 piyadanı vurub. İlkin ehtimala görə piyadalar bu səki ilə hərəkət edilmiş, avtomobil isə qarşı tərəfdən gəlib, nəticə etibarilə sürücü idarə etməni itirib və bu səki ilə hərəkət edən piyadaları vurub. Zərbənin təsirindən həmçinin rabitə dirəyi və ağacla qırılıb. Xəsarət alan şəxslərdən biri 66 yaşlı Qəribə Səfərova xəstəxanaya aparılarkən həyatını itirib. Digər 3 piyada isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə şahidlərinin sözlərinə görə baş verən qəzaya səbəb yüksək sürət olub. Yaş sürürlər. Yaşayış yerdə burada qoymalıdırlar zınaq ki, məsələn, 50-dən 40-dan yuxarı sürməyə olmaz. Qəzada xəsarət alan 38 yaşlı İlahə Məmmədova, 17 yaşlı Pakizə Məmmədova və 1 yaşlı oğlan uşağının müalicəsi hazırda xəstəxanada davam etdirilir. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirir. Faktla bağlı araşdırma aparılır. İlham Məmmədov, Diana Cəlali, Spice Xəbər, Gəncə.